Hər vaxtınız xeyir olsun dəyərli kripto sahibləri. Hər biriniz xoş gəlmisiniz. Bu gün sizlərə KZEX birjası haqqında məlumat verəcəm. KZEX birjası 11-ci 2021-ci ildən fəaliyyət göstərir və hal-hazırda yeni istifadəçilərə özəl bir kampaniyası var. Burada linka daxil olduğumuzda burada ilk öncə qeydiyyata tamamlayırıq. Burada istəsəniz telefon nömrəsi və e-mailinizlə və yaxud da burada Kaytol və yaxud da registr, ingiliscə olsa registr nömrəsinə daxil olursunuz və burada yenə dediyim kimi nömrəniz və yaxud da e-mailinizlə qeydiyyatdan keçirsiniz və qeyd işləmini tamamlayırsınız. Burada yuxarıda etkinlik mərkəzi bölməsi var. Burada yeni kullanıcı ödülü, yəni yeni istifadəçilərə özəl ödül var və bu ödüllər onun bildirimci Futures bonus ödülləridir. 19 USD-yə qədər Futures bonusu əldə edirsiniz. Əgər kanalımızdan, yəni qatılımçıların sayı yaxşı olsa və istənilən nəticə əldə edilsə, o zaman istər yeni istifadəçilər, istərsə də mövcud istifadəçilər üçün çəkilə bilər USD mükafatı ilə bağlı, yəni kampaniyası ilə bağlı da söz almışam lazımi yetkililərdən, daha doğrusu qarşı tərəfdən. Burada nə edəcəyik? Bizim ilk öncə ödül mərkəzinə gəldiyimizdə burada belə bir səhifə qarşılayır bizi. Burada müəyyən tapışlar var. O tapışları yerinə yetirməliyik. Məsəl üçün hesab bilgilərini tamamlayan bölməsi var. Burada kimlik təhsilini tamamlayırıq, telefon nömrəmizi və e-postamızı qeyd eləyirik və o zaman bizə 2 USD verir. Digəri isə vadeli işləmlər, yəni burada zaten daxil olacaq, yəni birbaşa yönləndirəcək sizi. Bu arada bir bilgiləndirici, məlumat verici bir slide tərzi bir şey olacaq. Onu tamamlayırsınız və buradan 2 USD qazanırsınız. Minimum 100 USDT bura yatırım etdikdə 5 USD, spot işləmlərdə 200 USD həcmə çatdığınızda 1 USD və futures əməklərində, yəni marjin əməklərində 2000 USD çatdığınızda 2 USD əldə edirsiniz. Vadeli işləmlərdə, yəni futures əməklərində burada qazanc və ya zərər etsəniz, yəni ondan da əlavə, yəni bir işləm açıb bağlanın, zaten avtomatik olaraq, yəni buradan da 2 USD qazanırsınız. Ən son qazancımız isə, yəni əldə edə biləcəyiniz mükafat isə 5 USD-dir. Onu da ki, X hesabını bağlayırsınız və buradan bizdən paylaşım etməyimizi istəyir. Həmin paylaşımımızı edirik və təbii ki, o paylaşımımızda bizim öz referans linkimiz olur. Hər kəsin öz referans linki olur. Paylaşımımızı edirik və buradan da 5 USDT əldə edirik. Ümumilikdə dediyim kimi 19 USD-yə qədər hesablayaq. 4, 9, 10, 12, 14 və 19. Bəli, 19 USD-yə qədər futures bonusu. Unutmayın, futures bonusu. Bu bonus, yəni çəkilə bilir miqdar deyil. Futures bonusu qazanılır və bu futures bonusunu qazandıqdan sonra futures əməliyyatları etdiyimizdə əldə etdiyimiz qazancımızı çəkirik. Onu da unutmayın ki, əgər qazancımızı götürsək, çəksək, o zaman bizim bonusumuz bitir. Yəni tutaq ki, 19 USDT ilə əməliyyat açdıq və bu əməliyyatda deyək ki, 20 dollar qazanc əldə elədik. O zaman 19 USD bonusumuz itir və 20 dollarlıq qazancımızı çəkə bilirik. İndi isə hesabımızın içinə daxil olduğumuzda bu formada bir səhifə olur bizim qarşımızda. Burada deməli spot, piyasa, vadeli işləmlər, referans yatırma bölümləri var. Bu birjanın ən önəmli özəlliklərindən biri isə burada hər hansı bir çəkimdə və yaxud da yatırmada hər hansı bir komissiya tutulmur. Yəni əsas bizə maraqlı olan şeylərdən biri budur ki, birjada hər hansı bir çəkimdə komissiya tutulmur. Heç bir spot əməliyyatlarında, al-satımda spotdan gedir söhbət. Al-satımda heç bir komissiya tutulmur. Bunu mən çəkimdə komissiya tutulmağını belə sizə əyani olaraq göstərim. Çəkim bölməsinə gəldik, USD Tether'ı seçdik. Burada çəkim adresinizi yazırıq və burada görəsiniz çəkim ağlarını fikir verirsiniz. TRC20 bir USD normalda ücretsiz, ERC20 belə ücretsiz. Yəni nə qədər burada varsa, yəni blokçeynlər 2, 4, 6, 8 blokçeyn dəstəklənir birjada çəkim üçün və heç birində hər hansı bir çəkim komissiyası yoxdur. Buna məlumatını verim. Spot əməliyyatlarımızda, yəni normal al-sat əməliyyatlarımızda hər hansı bir komissiya tutulmur. Bunu da sizə belə bir əyani olaraq göstərim. Tutaq ki, burada hər hansı bir tokeni seçək. Misal üçün hansını seçək? Suyunu seçdik tutaq ki. Suyunu seçirəm mən. Gəldim bura. Limitlə piyasa məsələsi var. Limit məsələsini yeri gəlmişkən deyim. Limit nədir? Yəni yeni istifadəçilərimiz üçün bunun məlumatlarınızı xarakter daşıyır bu dediyim. Bilənlər üçün təbii ki, bilənlər keçə bilər bu hissəni. Limit nədir? Biz burada hər hansı bir qiymət seçirik. Tutaq ki, biz təxmin edirik, deyək texniki analiz eləmişik və təxmin edirik ki, suyun qiyməti düşəcək 1.35-ə. Biz burada əmr qeyd edirik. Burada tutaq ki, neçə dollarlıq almaq istəyirik bir 35-dən. Misal gətirirəm 30 dollarlıq.
Burada görürsünüz 1.35-ə düşdükdə $30 qarşılığında sizə 22.2 suyu verəcək. Suyu al deyirik və əmrimiz açılmış olur və suyu həmin qiymətə gəldikdə, yəni 1.35-ə gəldikdə avtomatik olaraq biz yuxuda olsaq belə, başqa bir yerdə olsaq belə, birjada olmasaq, yəni o əmrə gəldikdə, yəni qiymət ora düşəndə biz o qiymətdən suyunu alacağıq. Eləcə də satdığımızda sat bölməsinə gəlirik. Burada deyək ki, suyunu 1.35-dən almışıq və bunu satmaq istəyirik və fikir deyirik ki, biz suyu yaxşı proyektdir və o məncə 1.60-a kimi çıxacaq. 1.60 suyunu, yəni qiymətini seçdik. Deyirik ki, deyirik 1.60-a çıxacaq. 1.60 USD-ni seçdik qiymət olaraq, hal-hazırda 1.40-dadır. Miqdar nə qədər almışdıq oradan? 22.2. İndi burada yazmır. 22.2-ni seçdik. 1.60-dan 22.2-mizi seçdik. Burada zaten göstərəcək sizdə 1.60-dan 22.2 suyunu satanda sizə nə qədər USD gələcək. Sat deyirik və gözləyirik. Biz harda olursa olaq, birjanın ekranında açıq olmasa belə, qiymət 1.60-a gələndə həmin suyu miqdarını satacaq. Yəqin ki, fikrimi izah eləyə bildim sizə. Market bölməsi isə, piyasa bölməsi isə bizim hal-hazırki qiymətdən ani olaraq suyunu alıb satmağımızdır. Necə? Baxın, mənim əlimdə 50 USD var, düzdürmü? Mən bu suyunu almaq istəyirəm. Limitdə necə idi? Öz verdiyimiz əmrə uyğun alındı. Ancaq piyasada həmin an alıb satır. Burdakı qiymətlə alıb satır. Təbii ki, bu qiymət oynamaları tez-tez olduğu üçün başqa birjalarda biz komissiya itiririk. Biraz daha çox komissiya itiririk. Ancaq KZX-də bu belə deyil. KZX-də biz spot heç bir komissiya ödəmirik. Sadəcə qiymət fərqindən olan zərərimiz ola bilər. Vəssalam, başqa heç nə. Deyək nə qədər almaq istəyirəm? 50%, 25 dollar USD alım ya da hamısını seçirəm. Seçdim 100%. Suyu al deyən kimi baxın avtomatik olaraq suyunu alacaq. Suyunu aldım. Vəssalam 35 nöqtə suyu mən aldım. Artıq hesabımdadır. Sata gələndə zaten burada görürsünüz 35.4 suyunu artıq aldım. Vəssalam, bu qədər bəsit. Sonra bunu maksimum seçirəm. Bax ki, suyu sat dedim. Və vəssalam, həmin anda satdı. Yəni da bizim hər hansı bir qiymət gözləməyimizə ehtiyac yoxdur. Anlıq qiymətdən biz əlimizdəki tokeni alıb və ya sata bilirik. Yəqin ki, buna məlumatını verdim sizə. Görürsünüzmü? Mənim 50.06 USD-m var idi. 50.06 USD-m yerində qaldı. Hər hansı bir komissiya tutulmadı və qiymət dəyişikliyindən də hər hansı bir ziyan eləmədiyimə görə mənim balansım yenə yerində qaldı. Amma başqa bir yerdə olsaydı, bizim artıq müəyyən qədər az miqdarda olsa komissiyamız gedəcəkdi və yaxud da itkimiz olacaqdı. Futures əməliyyatlarında isə əziz yoldaşlar, komissiya yəni başqa birjalara baxdıqda, başqa birjalara müqayisədə burada komissiya həddindən artıq çox aşağıdır. Futures əməliyyatlarında belə deyim də sizə, biraz burada işləm fərqlidir. Necə? Yəni burada tutaq ki, $50 bir əmr qoyuruq, tutaq ki, izolədə 22 seçirik. Biz sanki $50 qoyuruq, 22 seçəndə avtomatik olaraq biz $1000 işləm açmış oluruq. Yəqin fikrimi izah eləyə bildim və burada təbii ki, bizim lik qiymətimiz olur. Yəni likvidasyon. Likvidasyon nədir? Pulumuzun itməyi. Yəni spot işləmlərdə biz hər hansı bir düşüşdən qalxışdan sadəcə olaraq məbləğ olaraq ziyan yeyirik. Amma futuresdə bu məsələ tam fərqlidir. Biz onda pulumuzu təmin sıfıra kimi bitirə bilərik. Yəqin fikrimi izah eləyə bildim. Futures əməliyyatları budur. Futures əməliyyatlarında hər hansı bir belə deyim sizə komissiya ödəyirik, ancaq bu çox aşağı komissiyadır. Yəni digər birjalara baxdıqda burada komissiyalar aşağıdır. Yəni ondan nəzərinizə çatdırım. Başqa burada bu hissədə, yəni futures və yaxud da spot bölməsində AI bölməsi, yəni süni intellekt bölməsi var. Siz süni intellekt vasitəsilə burdan Bitcoin qiymətinin düşüb qalxması ilə falan bağlı tüyolar ala bilərsiniz, təxmin ala bilərsiniz. Bu nə dərəcədə düzgün çalışır, çalışmır, onu deyə bilmərəm. Ancaq yəni dediyim kimi bu AI, yəni bu yapay zəka, süni intellekt sırf bunun üçün yaradılıb. Onu da bildirim ki, mənim yəni bu dediklərim hər hansı bir yatırım tövsiyəsi deyildir. Yəni təbii hər bir şey ümumiyyətcə bu birjalarda, ondan sonra nə hansısa kriptonu alıb satma məsələlərində bu hamısı sizin özünüzün hür iradənizə bağlı olan bir şeydir. Yəni bu barədə yəni heç kim sizə, mən də başda olmağım, sizə yatırım tövsiyəsi verə bilməz. Yəni elə bir hüququm yoxdur. Yəni mənim bura sizə məqsədim yatırım tövsiyəsi deyil. Bu sadəcə tanıtımdır, yəni birjanın tanıtımıdır. Burdan mənim məqsədim sizə ödül qazandırmaqdır. Ondan sonra burdakı komissiya çəkimlərindən faydalanmaqdır, faydalandırmaq daha doğrusu. Yəni əlimdən gələn qədərilə çalışıram ki, sizdə birjanın xeyirli şeylərindən sizə məlumat verim. Burada başqa hər hansı bir şey deyəcəyim, yəni burada məsəl üçün güvənlik bölməsinə gəldiyinizdə hesabımızın daha güvənli olması üçün
Burada Google Authenticator da bağlaya bilərsiniz. Başqa kimlik doğrulama zaten girişi tanımlayırsınız. Kimliyin önü, arxası, üzünüzün selfisi, yəni normal olaraq. Belə, yəni başqa hər hansı bir birja haqqında deyə biləcəyim bir şey yoxdur. Yəni yenə deyirəm, birjanın ən böyük özəlliklərindən biri çəkimlərdə komissiyanın olmamağıdır. Bunda məlumatını verim sizə. Eee, Bu etkinlik mərkəzindəki yeni kullanıcı ödüllərində hər hansı bir sıxıntınız olduqda mənlə əlaqə saxlaya bilərsiniz. Yəni özeldən yazın mənə. Hər hansı bir problem olduqda, yəni belə deyim sizə, eee, hez burdakı işləmi düzgün etdiyiniz təqdirdə ödül gəlməsə falan, onu barədə mənə məlumat verin. Lazımi şəxsə yönləndirim, bizə yardımçı olsunlar. Çünki yəni ola bilər də indi birjadır, sistemdir, nəsə bir səhvlik ola bilər. Bunu mütləq şəkildə bildirin. Sual verməyə çəkinməyin. İstər bir birja haqqında, istər ümumiyyətcə, yəni sual verməkdən çəkinməyin. Çünki sual olmadan biz heç bir şeyi öyrənə bilmərik. Belə, Bircəx birjası haqqında hal-hazırda deyə biləcəklərim bundan ibarətdir. Dediyim kimi, əgər fasilələr baxımından istədiyimizi əldə edə bilsək, yəni qatılımlar çox olsa, faydalılığımız çox olsa, o zaman gələcək zamanlarda, yəni gələcəkdə bundan sonra daha doğrusu, mövcud istifadəçilər üçün də çəkilə bilir, USDT ya çəkə bilir, mükafatlarla bağlı, Rizex komandası ilə danışmışam və bunun da sözünü almışam. Başqa hər hansı bir şey deyə biləcəyim bir şey yoxdur. Hər birinizə videomu zaman ayırıb izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.